Allah haqqında yaxşı zənn böyük bir qəlbi ibadətdir. Müsəlmanın Rəbbi haqqında yaxşı zəndə olmağın tələb olunduğu ikinci yerə gəlincə, bu müsibətlərin baş verməsi və ölümün baş verməsi anıdır. Cabirdən, Allah ondan razı olsun, gələn hədisdə buyurur: Peyğəmbərin sallallahu əleyhi və səlləm ölümündən 3 gün öncə belə dediyini eşitdim: Sizlərdən heç biriniz Allah haqqında yaxşı zəndə olmadıqca ölməsin. İbn Qayyim rahimehullah deyir ki, yaxşı zənn ilə hiylə arasındakı fərq aydındır. Əgər yaxşı zənn əmələ sövq edərsə, ona təşviq edərsə, ona kömək edərsə və ona apararsa bu doğrudur. Əgər əməllər etməməyə və günahla məşğul olmağa çağırarsa, bu hilədir.